Salam aleyküm, hardayam, Matyalındayam. Bir dənə sizin təzə, 100 neçənin yolunda marşrut işləyir buradan. 5 neçənin, 551-in yolunda. Marşrut yoluna buradan 60-70 metr məsafədədir. Yeri yaxşıdır, marşrut yoluna çox yaxındır. Kommunalları da var, qoşadaşdır, şəxsi tikili evdir, alt üst kəməri var, tam təmirli evdir. Bəzi əşyalar da içərisində qalacaq. Yəni deyir, onları da saxlayacağam. Qiymət haqqında məlumat verəcəm, sonra çıxıb çölükdən tanışacağım. 2 dənə zal var. Burada bir zaldır, orada bir zaldır. Yəni istasyon hansıdırsa, istasyon yataq otaq eləyə bilərsən. Qiymət haqqında məlumat verim, bir də mətbəxi tanış olaq. Sonra qiymət haqqında məlumat verim. Mətbəx də çox səliqəlidir. Baxın, mətbəx mebeldə qalacaq içində qoşa daşdır. Qiyməti 41.500 manat. 3 otaqlı qoşa daş, 600 kəmərli evə görə qiymət çox yaxşıdır. Burada da bir dənə qəşəng yataq otağıdır. Bunun da ölçüsü əladır. Pəncərələrin qabağı boşdur. Yəni heç birində zabor tutmur da. Ölçülərə bax, təmiz səliqəli evdir, yer laminatdır, normal, hündürlüyü də hündürdür ya. Rahat bir 3 metrdən yuxarı olmaz. Burada da hamam sanusidir. O da qəşəng təmiri var. Aksesuarlar, zatlar hamısı qaydasındadır. Ev kürsülüdür. Nə bilim, nə istəsən var da, yəni 41 yarıma görə çox əla qiymətə. Çıxaq bir dənə çölüklə tanış olaq. Bu da çöldən görünüşüdür. İstəsən var ata da qoya bilərsən. Həyətinə maşın daxil olacaq. Həyəti geniş. Bir dənə həyətindən tanış olaq. Üstünün kəməri zadı, yəni hər şeyi var. Şəxsi özünə tikdiyi evdir. Bir dənə alan kimi sizə nə lazım olacaq? Bu inşallah pulunuz olsun. Bunu ləğv eləyin. Yəni bu mənasız bir şeydir də burada. Yəni bunun çöldə də hamamısan, çöldə də ayaqyolusu var. Yəni burdadır. Burada da padvalıdır. Burada da ayrıca bağıdır. Bağı da maşallah genişdir. Artı var, əkib becərib özü üçün. Pomidorca da əkib işdirlər zatlar. Yəni əlaqə saxlayın. O qiymətə görə normaldır. Bir dənə bunu ləğv edirsən, olur sənin üçün qutu kimi ev. Sağ olun. Çöldə biraz əl gəzdirmə lazımdır. İş qatır zat. Başqa heç şey yoxdur. Ortada kolonlar zat da var. Sağ olun.